Şılaq cırılır ana. Oradan qopub, peçə gedən şılaqdır, çürüyübdür. Kitabça tutulubdur. Yuyacaqlar indi zəif təzyiqlə. Açıldı, açılmadısa kitabça da dəyişilməlidir. Korobkada vurmanı, nə bilim, gedikməni yaradan buymuş. Korobkanın yağını soydurub kitabça. Problem oymuş. Yəni ola bilər ki, gec də, yəni onu dəyişsək belə korobkan düzəlməyə bilər. Hə, yəni deyir, korobka bəlkə də məliyibdir. Yəni qısa konkret. Hə, amma ondan düzələ bilər. Elə bir şey 50-50-yə dəmi? 50-50-yə də. Onsuz da o dəyişilməlidir, yuyulmalıdır. Yəni bu aparatla yuyacaqlar. Görək nə tər olur. Gəldi, tək oldu. Buna bax, əlimə dəyənlər gördüm. Ha, bir də. Açıldı bu. Buna çox təzyiq verir. Bu oradan atsın. Korobkanın səsindən çıxan şeylərə baxın, burada da görsənir. Baxın, bu korobkanın kitabçasının səsindən çıxdı. Burada töküldü. Şılaq daş kimidir. Get, hə. Gel lan.